Bağışlayan ve mehriban Allah'ın adıyla. Değerli izleyicilerimiz, Hayatın Ekranı 14 TV'nin efirində Haqqın Sadası programının növbəti buraxılışında hər birinizi xoş gördük. Bugün çox maraqlı, çox aktual və eləcə də çox tali yüklü bir mövzu ətrafında müzakirə aparacağıq. Bugünkü müzakirəmiz mövzumuz Məhdəviyyət və müasir insandır. Qonağımız isə ilahiyyatçı Hacı Mircəfər Əyyubovdur. Seyid, xoş gəlmisiniz. Xoş gününüzə gələk. Salamlayıram sizi, tamaşaçıları və bu mövzu ilə əlaqədar məni dəvət elədiyiniz üçün təşəkkür edirəm. Dəvətimizi qəbul edib gəldiyinizə görə biz sizə minnətdarlığımızı bildiririk. Xilaskar mövzusu, İmam Zaman mövzusu bütün səmavi dinlərin və bir çox da qeyri-səmavi dinlərin əsas əslində qalsa prioritet xəttlərindən biridir ki, nəhai nəticə nöqtəsini göstərir ki, bütün dinlərin sanki gəlişinin bir məntiqli sonluğudur. Amma bir çox da, əlbəttə ki, bir çox nöqtələr var, amma bir proqrama sığmayacaq qədər təbii ki, bir çox problematik nöqtələr sizə müzakirə aparmaq istərdik. Ümumiyyətlə belə bir fikir var ki, bilirsiniz ki, adi dinlərə elə baxış eləyəndə deyirlər ki, dinlər insanların təbiət hadisələri önündə bir acizliyinə yaranmış bir şeydir. Amma fikir verir ki, Məhdəviyyət mövzusuna da bu baxış bucağı sirayət edir. Sualımız ondan ibarət ki, vəd olunmuş xilaskarın gəlişi bəşəriyyətin acizliyindən qaynaqlanan bir inancdırmı əslində? Buna cavab vermək üçün siz gəncsiniz də, dinamik axtarış qabiliyyətiniz var, təfəkkürünüz var. Niyə xilaskar deyirik ki, imama? Nədən xilas edəcək bizi? Siz özünüz necə cavab verərsiniz buna? İmam bizi nədən xilas edəcək, gələcəksə, imam varsa? Əslində, dogmatik baxış bucağı ilə baxsaq, əlbəttə ki, sırf nəqli cəhətdən ki, sırf zülmün kökünü kəsəcək. Yox, sizə görə. Biraz dəyişdi, yerlərimiz bağışdığınız sualı mən verirəm. Əlbəttə. Belə deyək ki, sırf imamın gəlişi nizam-intizam cəhətindən yerində olmayan, yerinə düşməyən və yaxud da ki, sırf tarazlıq cəhətindən mövcud ola biləcək komponentləri öz yerinə yerləşdirib və nizamı bərpa etmək üçün. Siz mövcud duruma görə dəyərləndirdiniz. Fərz edək ki, hər şey qaydasındadır. İqtisadi rifah 100% qaydasındadır. Bəli. Dünyada müharibə yoxdur. Heç bir problem yoxdur. İnsanlar işdən gəlirlər, gedirlər konsertə, kinoya, dəniz kənarına. Sonra məscidlərə gedirlər, ibadət edirlər, qayıdırlar. Sabah yenə işə gedirlər. Və Sovet dövründəki bir durumdur. Biraz fərqi budur ki, məscidlər işləyir. Bəli. İmam bizim nəyimizə lazım, nədən xilas edəcək bizi? Bilirsiniz necədir? Biz israrla, inadkarcasına dayazlığa özümüzü məhkum edirik. Bəli. Dinimizdə ölüm faktoru ki, çox qabardılır. Bu, bizi həyatdan soyutmaq üçün deyil. Ya bizim, belə deyərdim mən, bizim dinimizdəki, İslam dinindəki, ümumiyyətlə, adını mistika adlandırdığımız dini, irfani təlimatlardakı ölüm faktoruna baxışımız xurafatçı baxışdır. Ölümü gözə almağı təbliğ edən dini təlimlər xurafatçı deyil. Bizim bu təbliğdən aldığımız nəticə xurafatdır. Məsələn, biz eşidəndə, oxuyanda ki, Həzrət Əli əleyhissalam hər şam namazından sonra cəmaata deyirdi ki, təcəhəzü rəhməkumullah, Allah sizə rəhm eləsin, ölümə hazır olun. Avtomatik gözümüzdə Sovet ədəbiyyatının, Sovet dinə baxışının aşıladığı ay
ay tərki dünyalıq, ay bizi dünyadan, əməkdən, sosial rifahdan soyutmaq, inkişafdan geri saxlamaq və s. və ilə axır. Hətta o təfəkkürdə, o təbliğata məruz qalmış, o hücuma məruz qalmış insanlar heç bu söhbətlərə qulaq da asmırlar indi. Nə onda qulaq asırdılar, nə indi. Elə adını seçən kim deyir ki, bunlar yenə başladı. Bəli. Bunlar yenə başladı. Baxın, bizim dinə baxışımızı mən o gün küçədə bir ziyalı şəxsin timsalında gördüm. Təsadüfən, geyimindən belə nəticə əldim ki, ziyalıdır. Gördüm, telefonla danışa-danışa mənim üzbəyiz gəlir. Belə, necə deyirlər, bazburutlu bir şəxs idi. Gördüm, deyir ki, hə, mən də getmişdim o yas yerinə. O yeməkdən sonra hamsuradır, nədir, onu deyirlər. Ondan sonra mən çıxdım. Bizim cəmiyyətin dinə baxışına baxın. Yas yeri, yemək, yeməkdən sonra hamsura. Hamsura. Həmd və surə, Fatihə və İxlas surəsinə bir müsəlmanın baxışıdır. Bilmir nədir, ha? Eşidib ki, hamsura deyirlər, hamsura. Bizim dinə və dini təlimatlara baxışımız belə olduğu müddətcə biz nə dindən anlayışa malik olacaq, doğru anlayışdan söhbət gedir, nə məhdəviyyət mövzusuna, nə xilaskarlıq. İndi dinə hörmət etdikləri üçün bir çox möminlər də deyirlər ki, xilaskarı gözləyirik. Onlar özünə sual versən, nədən xilas edəcəksən? Maşallah, işin tıkır-tıkır gedir də sənin. Kimsə problem yaradanda görürsən, onu həll eləyir. İşin yerində, ticarətin yerində, məscidin yerində, harada işin toqquşur, biraz şeytanətdən qatıb həll edirsən, sənə imam zaman nə lazımdır ki? Nədən xilas edəcək? Əksinə o gəlib səni rifahdan xilas edəcək, sənə problem də o. Yəni, bizim hazırki cəmiyyətimiz üçün imam zaman problemdir. Bəli, imam zamanı gözləyən xalqlar var. Dünyada baxırıq ki, məsələn, bugün reallığımızdır. Məsələn, Fələstinlər deyə bilər, biz imam zamanı gözləyirik. Xilaskar gözləyirik. Ya Yəmənlilər deyə bilər, biz xilaskar gözləyirik. Ya məsələn, Əfqanlar deyə bilər, biz xilaskar. Onların vəziyyəti o yerə çatıb ki, sanki Allah Teala onların başına döyəzləyə başa salıb intizar nə deməkdir? Başa salıb xilaskar nə deməkdir? O da qismən xilaskar gözləntisidir, ha? Baxın, İslamın əvvəlinə baxsaq, biz başa düşərik intizar gözlənti nə deməkdir. Mövzu dəyişsə də bunlar mühümdür məncə. Əlbəttə. Baxın, Rəsulullah gəldi, dedi ki, İslama qoşulun, İslam sizi xoşbəxt eləsin. Müsəlmanlar gəlib qoşuldular İslama. Qoşulduqdan sonra 13 il işgəncə gördülər. 13 il Məkkə dövründə işgəncədən sonra getdilər, Mədinədə bir hakimiyyət qurdular. 10 ildə 80 neçə müharibə, ilə 8 müharibə. Biz deyirik ki, İslamdan öncə Övs və Xəzrəc qəbilələri illərlə, əsrlərlə qırırdı bir-birini. İslamdan sonra necə? 10 ilə 8 müharibə minimum. Ümumiyyətlə, həyatda fenomenlər, elementlər, adlar, olaylar çox bənziyir. Sadəcə baxmaq lazımdır, mahiyyət etibarilə hansı nəyə xidmət eləyir? Baxın, bir misal çəkim. Bəli. Siz bura daxil olasınız, mən də oturmuşam, əyləşmişəm yerimdə. Sizə hörmət əlaməti olaraq qalxıram yerimdə. Burada mən savab qazanıram. Eyni zamanda siz yenə daxil olasınız, aramız dəyib, siz də bilirsiniz ki, mən sizə hörmət eləmirəm, qalxıram yerimdən, ironiya niyyəti ilə. Burada günah qazanıram. Bəli. Hadisə eynidir, heç bir dəyişiklik yoxdur. Bəli. Amma fikir, məqsəd, hədəf hadisəni dəyişir. İslamdan qabaq müharibə vardı, amma nə üçün vardı? Sənin dəvən mənim çəpərimi dağıdıb. Buna görə 30 il müharibə eləyirdilər. Elə bilməyin, bədiləşdirib, pafoslaşdırıb, şişirdib deyirəm. Tarixə baxsanız görəsiniz. Amma İslamdan sonra nə uğrunda dava gedirdi? Bir sıra insanlar deyirdilər ki, adam gərək pak olsun. Məkkə müşriklər deyirdilər ki, adam gərək napak olsun. Bunun davası gedirdi. Tam xurafat. Bilirsiniz, bəzi düşüncələr kökündən problem olduğu üçün həll olmur. Biz 100 illərlə danışsaq İmam Zaman Əleyhisselam
gözləntisindən, xilaskardan bizim cəmiyyətimizə çatmır. Bilirsiniz niyə? Çünki orada deyirlər ümumiyyətlə. Bəli. Aktual deyil. Aktuallaşdırmaq üçün nə lazımdır? İnsan ehtiyac duyduğunu anlamalıdır. Biz ehtiyac duyduğumuzu anlamırıq. Anlamırıq. Resulullah buyurur ki, insanlar yuxudadırlar. Biz bu hədisi elə belə yuxudadırlar, fikirləşirik ki, görəsən necədir? Biraz fikirləşən kimi beynimiz yorulur, dayanırıq ki, Peyğəmbər deyir də yaxşı söz olar. Yəqin yaxşı sözdür. Heç kəs fikirləşmir ki, ya Resulullah, məsələn mən niyə yuxudayım? Onda Resulullah cavab verir, ona görə ki, sən həqiqətləri ört-bastır edərək yaşamağı xoşlayırsan. Sən özünü tanımırsan, bu bir. Özünü tanıyırsanmı sualını verənləri məsxərəyə qoyub keçirsən. Sən niyə ehtiyac duyasan ki, İmam Zamana? Müasir gənclərin beynində yalnız və yalnız materialist düşüncədirsə, Bəli. İmam Zaman onun nəyinə lazımdır? Əvvəlcə insan o teşnəliyi, o susuzluğu, o ətşanlığı, o belə yaşamaq alınmırı özündə həzm eləməlidir. Sonra başlamalıdır ki, bizim xilaskar gözləntimiz nə səviyyədədir? Xilaskar gəlib nə edəcək ki? Bəli. Xilaskar bir çox adamları üçün xilaskar deyil, əksinə bəladır. Bəli. Yəni, pis yaxşı bir həyat qurub özünə və heç kəsi buraxmır o həyatı müzakirə eləməyə. Heç kəsi. Heç kəsin ixtiyarı yoxdur mənim nə etdiyim müzakirəsi. Məsələn, bir müsəlmana siz sual verirsiniz ki, sən xums zəkat ödəyirsən, sizə bir dənə cavab verərək həll eləyir. Hardan verirsən ödəmirəm. Vəssalam. Yəni, əmr-i məruf, ictimai qınaq qapısını bağladı. Vəssalam, oradan ses girməsin. Vəssalam, həyatını yaşayır. İmam Zamanın gəlməsi ona problemdir. Bəli. Yəni, diskomfort yaradır onda. Bəli. Yəni, mən əminəm ki, məsələn, bir çox mənim kimi adamlar fərəz duasını oxuyanda ya düşünmədən oxuyurlar, vicdan ağrımasın deyə, ya da ki, oxuyurlar ki, səs çoxalsın da. Xahiş edirəm, yanlış anlaşılmasın. Əlbəttə. Mən demirəm, mən kiməm ki, deyəm, fərəz duası oxumaq savab deyil, mən kiməm ki, deyəm, cəmiyyət bütövlükdə bərbad. Xeyr. Xeyr, əlbəttə. Elə insanlar var ki, bizim xəbərimiz yoxdur. Hədis ki var, Allah Teala öz gözəl bəndələrini sıravi bəndələrin sırasında gizlədib. Bəli. Heç kəs tanımır onları. Bəli. Ona görə bütün bəndələrə ehtiramla yanaşmaq lazımdır ki, birdən biri Vəligullah olar. Birdən biri Allahın sevimli bəndəsi olar, qulu olar. Lakin üzə çıxan, gözə çarpan, diqqəti cəlb edən problemlər kifayət qədər çoxdur. Əlbəttə. Məsələn, siz cavab verdiniz mənə. Siz elmi bir cavab verdiniz və terminologiyadan çox istifadə elədiniz. Çünki mən bilirəm niyə. Mən də sizin vəziyyətinizdəyim, hamımız, əksəriyyətimiz. Çünki bu sualın qarşısında acizik. Yəni, olmayıb ki, bir ay dayanmadan həyatımızı bunun üzərində quraq ki, İmam Zaman Aleyhisselam gəlsə mən necə yaşayacağım, elə yaşayayım. Ən azından bir ay görüm ki, necə çətindir belə yaşayış, ağa olmadığı vaxt. O zaman hiss edim ki, ağaya nə qədər ehtiyac var. Gəlsəydi bunlarımız həll olardı. İndi həll eləmişik çoxunu. Əslində belə. Çoxunu həll eləmişik. Ona görə də bilirsiniz, mövzuya biraz idrak nöqteyi nəzərindən, buna mərifət deyilir də dinimizdə. Məsələn, mərhum Əllamə Təbatabai Əl-Mizan təfsirinin nəhəng müəllifi və böyük filosof buyurur ki, inkişaf eləmək üçün, dini terminlərdə inkişaf maddi inkişafdan getmir də, əsas insanın şəxs olaraq inkişaf eləməsi. İnkişaf eləmək üçün ən uğurlu metod mərifət-i nəfsdir, özünü idrakdır. Özünü idrak da Nəsimi filmindəki paradoksal sözlərlə başımızı xarab eləmə idraki yox. Bəli. Özünü idrak həqiqətən mən nə boydayam, mənim mənəvi çəkim nə qədərdir, mənim mənəvi düşüncəm nə qədərdir, iti baxışım nə qədərdir. Bunları ölçüb, biçib, yorğana görə ayağı uzatmaq lazımdır. Bəli. İnsan bundan sonra başlayacaq inkişaf eləmək. Bu mövzu da belədir. Yəni, İmam Mehdi əleyhissalamın rəddi, bizim beynimizdəki inkarı
Bir çox hallarda psixoloji inkardır. Məntiqi inkar deyil. İstəmirəm olsun. İstəmirəm olsun. Mənə maraqlı deyil ki, mən ondan daha az argumenti olan mövzuları qəbul etmişəm ya yox. Mənə maraqlı deyil onun olması, sərf eləmir. Məsələn, bəziləri dirəşib ki, Quranda var, Quran-ı Kərimdə cəmi bir səhabənin adı çəkilib. Zeyd adlı Peyğəmbər sallallahu oğulluğunun adı. Başqa heç bir səhabənin adı çəkilməyib. Amma 2 milyardlıq müsəlman aləmində səhabələrə o qədər inanırıq biz. Salmanı, Əbu Zəri, Miqdadı, Əmmarı, Bilalı, heç bir haqqında Quranda məlumat yoxdur. Amma gecə-gündüz onları tanıyırıq, sevirik, eşq ilə yanırıq, sözlərini nəql edirik. Yəni, bugün durub deyəsən ki, İslam var, amma səhabələr yoxdur. Adam daşa basar, hamı, bütün ümmət. Amma Quranda yoxdur. Niyə bəs qəbul eləmişik? Problem deyil ki, səhabəni qəbul eləmək. Olsun da, Əmmar olub, yaxşı adam olub, Əbu Zər düz danışan olsun da, mənə toxunma, mənə demə düz danış. Mənə nə var olub olmayıb? Olub, gözüm üstə. Allah kömək olsun, Allah rəhmət eləsin. Nə qədər istəyən ziyarətinə gedib. İndi olmasın, indi. İndi Əbu Zər kimə sərf eləyir? Bir Əbu Zər düşünün, Peyğəmbər deyib ki, ondan düz danışan adam yoxdur. Durdu, gəldi, dedi ki, Mirzəfər pis adamdır. Mən nəyə niyəcəm? Mirzəfər mərifət sahibi olsa, idrak sahibi olsa, deyər ki, mənim pisliyim hardada öyrənim, düzəldim özümü. Bəli. Amma Mirzəfər karyera axtarışındadırsa, mən də 5 kişidən biri olum, mənə də xüsusi barmaqla göstərsinlər, hörmət eləsinlər, onda Əbu Zər mənə sərf eləmir axı. Əbu Zər mənə sərf eləmir. Və indiki İmam Zaman Aleyhisselamın gəlməsi də ümumiyyətlə referendum keçirilsin müsəlman dünyası. Neçə nəfərə sərf eləyir ki, ya indi Əhl-i Sünnənin dediyi o Məhdi, ya bizim dediyimiz bu Məhdi Aleyhisselatü Vesselam gəlsin. Kimə sərf eləyir? Ya hətta Hindistan buddistlərinin, məsələn, bütpərəstlərinin dediyi o xilaskar ki var, ya Məsihlərin dediyi İsa Aleyhisselatü Vesselam gəlsin. Kimə sərf eləyir? Hansı Məsihyə bugün sərf eləyir ki, İsa Aleyhisselam gəlsin desin ki, bu nə qırğındır dünyada törədirsiniz? Sərf eləmir axı. Bəli. Ləzzət eləmir. Ona görə xilaskar mövzusu özünə hörmət edən insanların mövzusudur. Onlar da təəssüf ki, çox deyil. Xilaskar mövzusu xilas olmaq istəyən insanın mövzusudur. Mənim bataqlıqdan xoşum gəlirsə, bataqlığın qoxusu, ətri mənə ləzzət verirsə, mən nə edirəm xilaskar? Bu məyusluq mu yaratmalıdır? Xeyr. Amma xəstəliyin həddini görməlisən. Görməsən düzgün müalicə edə bilməyəcəksən. Bəli. Biz bilməliyik hansı səviyyədə sosial xəstəliyimiz var. Ya fərdi xəstəliyimiz var. Söhbət mənəvi xəstəliklərdən gedir. Əlbəttə. Ona görə məhdəviyyət mövzusu ilk növbədə aktuallaşmalıdır. Ona görə ki, öncə müzakirə olunmalıdır, araşdırılmalıdır ki, bizim İmam Mehdi Aleyhisselama inanmamağımızın, bizdən söhbət getmir də, birisi də nə demək. Cəmiyyətin bir çox qisminin İmam Mehdi Aleyhisselama nağıl kimi baxmasının, xurafat kimi baxmasının səbəbi nədir? Məntiqlə qəbul edə bilmirlər, yoxsa istəmirlər olsun? Bu çox mühümdür. Bəli. Məsələn, niyə milyardlarla insan gedir, fantastik bir filmə arxayınlıqla baxır, pul xərcləyir, aktyor bir ömrünü qoyur, rejissor təriflənir, yəni küllü miqdarda investisiyalar ona xərclənir. Bəli. Niyə heç kəs düşünmür ki, bu yalana bu qədər pul niyə xərcləyək? Ona görə ki, bu yalanın mənə ziyanı yoxdur ki. Bu yalan mənim komfortuma toxunmur ki. Bu yalan məni yerimdən eləmir ki. İnsan bilirsiniz, necə adət edib avtopilot həyata. Hətta Quran-ı Kərim Yasin surəsində var ki, qəbirdə də avtopilot adət eləyir. Qalu ya veylana mən bə'tana min mərqədin. Yatmışdıq da kim oyatdı bizi qiyamət qopanda deyir. Bəlkə də əzabda yatıb ha? Hətta İslam filosofları arasında bəhs olunur ki, cəhənnəmdə yananların əbədi yanması biraz fərqlidir insanın xarakteristikasına baxanda. Niyə? Mühyiddin İbn Ərəbi deyir ki, yaxşı cəhənnəmdə yananlar başçasılar oddan ləzzət almağa onda necə? Aha. Orada da avtopilot problemi var insanda. Niyə görə bizim bu ruhumuzun adı qəlbdir, dəyişən?
Daim dəyişməlidir, yenilənməlidir. Bəli. Cövhəri hərəkət baş verməlidir mütəmadi olaraq. Qaldı xarab olur, iyi verir. Daim inkişaf, daim seyir, daim səyahət. Həzrət Rəsəm niyə buyurur ki, dünəni ilə bu günü eyni olan ziyan eləyib? Niyə mən dünən yaxşı adam idim, bu gün də o yaxşılığımda qaldım? Nəyi pisdir? Buyurur, pisdir. Bu gün sənə yeni mərhələyə keçmək üçün verilmişdir. Bu mərhələlər keçdikdən sonra imam zuhur eləməlidir. Biz baxmalıyıq ki, o mərhələyə çatırıq ya çatmırıq. Hədislərdə var ki, haçan hiss eləsəz ki, imam zamansız olmur, onda gəlir. İmam zamansız olursa, mənə zuhur lazım deyil. Və bunu da eləmək asan deyil, köklü dəyişiklik lazımdır. Həqiqətən. Yəni, məni yol müfəttişi saxlasa, mən ona pul verib keçməməliyəm. Qanunla əməlləməliyəm. Axı, necə qanunla əməl eləyim? İşim var, gücüm var, namaza çatmıram, işə çatmıram, bu mənə aparacaq, orada, nə bilim, nə olacaq, cərimə ödəməliyim. Qanuni həyat yaşamağa hazır deyilsənsə, imamın gətirdiyi beynəlmiləl və dəqiq qanunlarla yaşamaq necə olacaq onda? Bunlar hamısı bununla nəticələnir ki, insan məsuliyyətlə yaşayışın ləzzətindən özünü məhrum edib. İnsan deyir ki, yaşayışda, məsuliyyətli yaşayışda olan ləzzət nə qədər çox olur olsun, mənə məsuliyyətsiz elə belə ləzzətsiz həyat da sərf edir. Təmbəllik, passivlik eləmək istəmirəm. Peyğəmbər deyir, cəmaət yuxudadır. Bu da dəyir həmin yerə. Bəli. Aktivliyin əksi. Bu yuxuda bizdə var. Yuxululuq, fil qulağında yatmaq, qəflət. Görsən, bir çoxlarımız baxırıq ki, mən bu mövzunu araşdırsam, belə baxmırıq, ha? Biz elə bildik ki, hamı bilir. Bəzən hamı bilmir. Bəli. Şuurun altında proses gedir. Avtomatik olaraq şuur altı axı öz əlində deyil. Bəli. Çoxdan verib şeytana, avtopilotla işləyir ora. Bugün psixoloqlar deyirlər ki, insanın gündəlik əməllərinin 93, bəziləri deyir 98%-ni şuur altı avtopilot idarə edir. Bəli. Biz 2% şuurlu hərəkət edirik. Əlimizi niyə qaldırdıq, niyə saldıq, dilimizi niyə tərpətdik, bu sözü niyə seçdik, heç birini biz idarə etmirik. Həqiqətən. 90%, 98% bəzi psixoloqlar deyirlər, hərəkətlərimiz şuuraltı ilə idarə olunur. Öyrəşdiyimiz dillə idarə olunur. Öyrəşdiyimiz dillə idarə olunur. Köklü dəyişikliklər etmək üçün köklü dəyişmək lazımdır. Asan deyil. Çətindir. Amma insan bilsə ki, insanı yaradıblar çətinlikdən həzz almağa. Bunu başa düşür, amma özünü ətəyəni tətbiq eləmək istəmir. Bu çox nəhəng bir problemdir bu saat. Bəli. Mən başqasında xoşlayıram bunu. Mən filmlərdə qəhrəmanları xoşlayıram. Yəni çətinliyin öhdəsindən gələnləri xoşlayıram. Xüsusilə o qəhrəmanlara daha kamil insan kimi baxıram ki, o daha çətin vəziyyətdən çıxıb. Özümə eləndə ən asanı deyirlər ki, axı sən dərs oxumasan, elm öyrənməsən, hörmətin olmayacaq. Fikirləşirəm, olmasın hörmət. Bəli. Bugün bizim uşaqlarımız da belə düşünür. Olmur, olmaz. TikTok'dan başımı qataram da hörmətini inirəm ki. Sosial şəbəkələrdən başımı qataram. Və yaxud bunu fikirləşir ki, madam ki, istənilən formatda məşhur olmaq adamı uğur gətirir, bir təhər uğur qazanaram da mən. Məsələn, gedirəm, balıq tutaram, o şəkildə uğur qazanaram. Ya gedərəm, rəqs edərəm, o şəkildə uğur qazanaram. Ya özümü ataram dənizə, palçığa sürtərəm, ya saç düzümümü dəyişirəm. Yəni, insan dəyərlərlə dəyişməyə çalışmır. Bu da məsuliyyətsizliyi çoxaltdıqca da məsuliyyətsiz həyat təbliğatı yüksək səviyyədə reklam olunur. Deməli, İmam Mehdiyə qədər insan özü üçün Mehdi olmalıdır. Hə, Özü başqa üçün çarə ixlas yoxdur. eləməlidir. Niyə 313 nəfəri gözləyir? 313 nəfər full versiyanı gözləyir. Biz kimiləri yox. Ola bilər, ağa gələndə biz onun lap yaxşı əskərlər olacaq. Biz olmasa da çox dünyada yaxşı əskərlər. Bizim 44 günlük müharibədə canını vətənə görə verənlər imama görə verməyəcəkdilər. Təbii ki, verəcəkdilər. Amma 313 nəfər müdrik insan axtarır. Və bizim hər birimiz o müdrik insanın kamilləşməsinə maneə yaradırıq. Necə? İnkişaf etməməklə. Bəli. Bu o demək deyil ki, biz pis cəmiyyətik. Xeyr. Amma bundan daha yaxşı, daha super cəmiyyət olmağa o qədər yolumuz, mərhələlərimiz var ki, biz tənbəlik. Həqiqətən.
Təşəkkür edirik sizə bu təfərrüatlı cavaba görə. İnanırıq ki, tamaşaçılarımız üçün də mövzu ətrafında çox maraqlı olacaq inşallah. Nətərıq sizə. Sağ ol. Dəyərli izləyicilərimiz, qısa fasilədən sonra yenidən sizinlə birgə olacağıq. Bizi izləməyə davam edin. Dəyərli izləyicilərimiz, siz Haqqın Sədası proqramını izləyirsiniz. Bugünkü mövzumuz məhdəviyyət və müasir insandır. Qonağımız isə ilahiyyatçı Hacı Mircəfər Əyyubovdur. Seyid, bundan öncə qeyd etdikləriniz əlbəttə öz yerində mühümliyi və gerçəkliyi var. Amma bu gerçək çevrənin içində mövcud olan real problemlərlə əlavə, bundan öncə də şuuraltını qeyd etdiniz. Şuuraltı ilə bağlı bir dənə problem var ki, insanın daha çox xəyalpərəst olması ilə bağlıdır, belə deyək. Sualımız bundan ibarətdir ki, hansı problemdən qaynaqlanaraq, hansı şuur, analizin nəticəsində, yanlış təfəkkür nəticəsindədirmi ki, İmam Mehdi əleyhissalamı biz əksər halda bir çoxlarımız real şəxsiyyət kimi yox, xəyali şəxsiyyət kimi qəbul etməyə başlamışıq artıq. Bu təbiidir. Çünki biz, bayaq dediyim kimi, nəzəri olaraq, daha doğrusu belə deyim, müqəddəs duyğularımızda, müqəddəs duyğuların çərçivəsində idealistik, dindarıq. Bəli. Lakin praktik təsəvvürdə, praktik nəzəriyyədə, belə deyim, praktik ağılda biz materialist insanlarıq. Yəni biz nə qədər ateistləri qınasaq da ki, siz niyə 5 hiss orqanı ilə idrak etmədiyinizi qəbul etmirsiniz? Özümüz də eləyik. Bəli. Özümüz də Quranın bir çox tələblərində axsıyırıq. Ümumiyyətlə, İmam Mehdi əleyhissalamı və məhdəviyyəti təxəyyül kimi qəbul edənlər əslində mələkləri də təxəyyül kimi qəbul edirlər. Əslində vəhiy də təxəyyül kimi qəbul edirlər. Peyğəmbərliyi də, Allahı da təxəyyül kimi qəbul edirlər. Bütün bunlar təxəyyül kimi qəbul olunur. Siz diqqət yetirin, niyə hədislərdə deyilir ki, ölüm şoku çox şiddətlidir? Səkaratul məvt deyirlər ona. Ölümün gətirdiyi məstlik, sərxoşluq var. Yəni, insan elə bir güclü zərbəyə məruz qalır ki, cəhətləri itirir, düşüncəsini itirir, məst olur, huş. Elə bil ki, necə deyim, narkoz verilmiş bir insana çevrilir. Nələrin baş verdiğini. Çünki ömür boyu bunlarla dost olmayıb, mənus olmayıb. Bu mövzular, bu həyat tipi buna yaddır. Bəli. Və ciddi cəhdlə yadlaşdırmağa çalışır ömür boyu. Siz hər nə qədər dindar olur olsun, bir dindarın yanında deyəsiniz ki, inşallah ki, bugün ölmərik. Hamısı sizə az da olsa nifrət edəcək və bundan sonra sizi məclisinə çağırmayacaq. Niyə? Çünki ölümdən danışırsınız siz. Yəni, ölüm bu həyatdan fərqli bir şeydir. Əslində, ölüm deyildiyi kimi qorxulu deyil ki. Bizim ölümə münasibətimiz qorxuludur. Bəli. Ölüm bir dünyadan digər bir dünyaya keçiddirsə ki, dinin tələb budur ki, buna inanın və biz buna inanırıqsa, heç olmasa nəzəri olaraq inanırıqsa, arxain olmalı, rahat olmalıyıq. Nə vaxt Allah məsləhət bilər, köçərəm də daha geniş dünyaya gedərəm. Nə var bu darısqal dünyada? Amma bizim təsəvvürümüz o deyil. Bizim təsəvvürümüz olmadığı üçün şuuraltımız mümkün qədər ona təxəyyülə çevrilir ki, narahat olma, yoxdur, boş söhbətdir. Mexanizm. Bəli, Mehdiçilik də, İmam Mehdi əleyhissalamın gəlişi də bir növ elə bir vəziyyətdir. Yoxsa sən müsəlmansansa, inanırsansa, bu qədər ayələrin təfsirləri, hədislər, öz təfəkkürün, mən başa düşə bilmirəm. Bir gənc, bir qoca, istənilən şəxs, bir elm adamı, qeyri-elm adamı necə qəbul edə bilər ki, mənimlə bir qoyunda fərq yoxdur? Necə qəbul edə bilər bunu? Bu materializm deyil. Bəli.
Sovet dövründə materialist fəlsəfə deyirdi ki, insan öldü, bir heyvanın ölümü ilə fərqi yoxdur. İndi də biz belə təsəvvür edirik ki, əşi bunlar hamısı boş söhbətlərdir, elə gəlib yaşayacaq 5 gün yeyib, içib, işləyib, əzab çəkib, ölüb gedəcək, elə məclisimizdə hamısını oxuyacaqlar, bitəcək hər şey. İnsan özünü təhqir etmiş olur belə. Necə ola bilər ki, bu qədər insanlar zülümdən bezdikləri halda, bu qədər ədalət hayqırdıqları halda Allah Teala ədalətli cəmiyyəti insanlara göstərməsin. İnsanlara başa salsın ki, boş şeydir sizin bu arzularınız, yoxdur belə bir şey, özünüzdən qondarmısınız. Bu necə ola bilər? Bəli, bu təfəkkürün də əksəriyyətdə var. Bilirsiniz niyə var? Çünki əksəriyyətin bir psixologiyası var. Bu həm fərdi psixologiyada bəli, həm sosial psixologiyada. Siz ən ağ yalanı, ən kobud çılpaq yalanı xalqa dəfələrlə təkrar edin. Zehinlərinin bir küncündə belə bir təsəvvür yaranacaq. Bəlkə düz deyir. Bəli. Bir lətifə var. Çox hikmətli lətifədir, amma hikmətini düşünməyən anlamır. Deyir ki, Molla Nəsrəddin dayanmışdı kəndin kənarında. Gördü bir neçə cavan, özü üçün söhbət eləyir, laqqırtı vurur belə. Bu da yaxınlaşdı bunlara, dedi ki, nə burada boş-boş çərənliyirsiniz. Kətdə filan kəs qonaqlıq verir, dəvət eləyib hamı gəlsin, gedin ora, qəşəng yemək var. Bunlar da inanırlar da Molla çıxıb getdilər. Molla Nəsrəddin biraz dayandı o kəndin kənarında, fikirləşdi. Birdən düşdü yola. Dedi, birdən düz olar. Və insanlar belədirlər. O bir alim deyirdi ki, çox qəribədir. Bir namaz qılan bir məhəllədə bir adamı namaza gətirə bilmək üçün illər keçir. Bir narkoman 3 günə görsən 10-15 nəfəri narkoman elədi. Bəli. İnsanlar pis şeylərə daha çox inanmağa meyillidirlər. Bəli. Təbiət etibarıyla. Çünki fitrəti saxlayıblar afsaiddə, oyundan kənar vəziyyətdə. Əsas təbiətlə maraqlanırlar. Təbiətdə pis deyil. Bax, İslamda yaradılmış heç nə pis deyil. Əlbəttə. İslam fəlsəfəsi budur. Bizim onlara münasibətimiz pisdir. Bəli. Kişi pis deyil. Qadının kişiyə mənfi münasibəti pisdir. Qadın pis deyil. Kişinin qadına anormal münasibəti pisdir. Canım sizə desin, narkotika pis deyil. Narkotikada qalıb da hardasa xeyri olar. Məsələn, bir xəstənin narkozunda istifadə eləmək olar və s. Amma insanın narkotikadan istifadə qaydası pisdir. Bəli. Və yaxud içki pis deyil. İçkidən düzəldilən o insanları məhv edən şey pisdir. Və yaxud üzüm pis deyil ki, amma üzümdən şərab düzəldirsən, şərab pis olur. Siz bir bina təsəvvür eləyin, bina. Binanın qonaq otağı super, yataq otağı göz qamaşdırıcı, mətbəxi əla, foyesi gözəl, balkonu super, hər şeyi var, üzr istəyirəm, tualet yoxdur. O bina kamildir, naqisdir. Naqisdir. Necə naqisdir? Tualet kamilləşdirir. Tualet bir şeyi kamilləşdirirmiş. Allah Teala pis həslə yaratmayıb ki, insanların o yaradılmışlara münasibəti pislik yaradır. Bəli. İnsan düzgün istifadə eləsə, zənginləşdirilmiş nüvə pisdir. Nə qədər iqtisadi faydası var. Amma onu götürüb kütləvi qırğın silahına çevirirsən, o pis olur. Bəli. İnsanların münasibəti pislik yaradır. Problem budur. Biz gərək təbiətə münasibətimizi düzəldək. Bizim təbiətlə münasibətimiz çox kobud, sui-istifadəçi və təbiəti biz salmışıq öz qəlbimizə, ruhumuza, təbiətdən başqa heç nə düşünə bilmirik. Bəli. Və mən çox yanıb tökülürəm ki, bugün böyük-böyük ali məktəblərdə fakültələr yaranıb ki, iqtisadi baxımdan kiminiz aldatmaq olar. Belə fakültələr yaradılır. Adını başqa şey qoyurlar təbii ki. Adını başqa şey qoyurlar. Məsələn, Quran deyir ki, faizçilik Allah ilə müharibə deməkdir. Bugün beynəl xalq dövlətlər, bütün dövlətlər beynəlxalq səviyyədə yığışıblar, deyirlər, gəlin kütləvi şəkildə faizçiliklə məşğul olaq. Sonra deyirik ki, ay Allah, bizim arzularımızı niyə vermirsən? Dualarımızı niyə eşitmirsən? Siz hamınız mənə qarşı müharibəyə birləşmişsiniz. Yəni siz deyirsiniz ki, ay Allah, sən səhv başa düşmürsən. Elə deyil. Əslində bu iqtisadiyyatı xeyir. Əstəğfirullah, budur dediyimiz. Belə olan halda, yəni
o ki dedim, insan özünü bilməlidir. Belə olan halda insan hər şey təbiətdən ibarət olduğu halda insanın fitrətində bir şey qalmır ki. Ona görə fitri duyğularına həmişə, fitri duyğular deyəndə bilirsiniz nə deyir? Deyir, mən orta məktəbdə bir dənə qızı çox istəyirdim. Fitri duyğularım. Nə fitri duyğular? Sən əxlaqsızlıq edirmişsən. Gözün biri-birinə deyir ki, ağlını qoy kənara, qəlbimin sözünə qulaq as. Bəlkə bunun qəlbi deyir ki, əxlaqsızlıq elə. Bəli. İndi ola bilər onun izahını da versinlər, amma izahsız şəkildə bir çoxlar deyiləndə bərbad olur. Deyir, su gəminin hərəkəti üçün bir nömrəli amildir. Su olmasa gəmi hərəkət edə bilməz. Bəli. Bir şərtlə ki, su gəminin içinə girməsin, gəmi suyun içinə girsin. Su gəminin içinə girsə, hərəkət dayanacaq, batacaq. Nə qədər ki, gəmi suyun içindədir, o gedəcək. Dünya, təbiət də belədir. Nə qədər ki, biz təbiətin içindəyik, problem deyil, biz inkişaf edəcəyik, rifah yaradacaq. Elə ki, təbiət daxil oldu bizim içimizə, batıracaq, hərəkətsiz qalacaq. Bilməm, haradan gətirdim mövzunu çıxartdım bura, bu İmam Zaman İslam mövzusu ilə əlaqədar ki, siz dediniz, niyə təxəyyülə çevirirlər? Təsəvvürümüz təxəyyül. Baxın, biz bu sözə çox xahiş edirəm, tamaşaçılar diqqət yetirsinlər. Bizim güya təxəyyüldən acığımız gəlir ki, bizim təxəyyülümüz İmam Zaman əleyhissalam və bu kimi mövzulara toxunanda təxəyyülü pis hesab edirik. Adını xurafat, cəfəngət qoyuruq. Yoxsa səhərdən axşam kimi təxəyyüldə yaşayırıq. Əslində bəli. Bizim virtual həyatımız real həyatımızdan daha şirindir bizim üçün bu saat. Bəli. Elə ki, dini mövzulara gəlir, onda adını xurafat qoyuruq. Filmlərdə təxəyyül əladır, ədəbiyyatda təxəyyül əladır, şeiriyyatda təxəyyül əladır. Nə qədər yalan yazırsan, o qədər şirin görünür. Elə gəlir ki, İmam Zaman mövzusuna subut elə. Niyə? Çünki sərf eləmir. Çünki bizə sərf eləməyən mövzulardır. İmam Zaman ədalət tələb edir, mənim filan yerdə zülmüm var. Şuuraltı deyir ki, hara çağırırsan? Hara çağırırsan? Cəlladını çağırırsan? Düzəlmək fikri bizdə yoxdur. Düzəlmək fikrimiz olanda İmam Zamanın mövzusunun qədrini biləcək. Düzəlmək fikrimiz olanda o Avropalı alimin Allah Teala haqqında dediyi bir söz var, biraz yalandır, biraz doğrudur. Deyirdi ki, Allahçılıq o qədər sosial effektə malikdir ki, hətta Allah olmasaydı insanlar onu qondarmalıydılar. Bu humanizm əsasında deyilmiş bir sözdür. Tam qəbul deyil, amma bu mövzunu bura misal kimi gətirmək olar. Xilaskarlıq mövzusu o qədər lazımdır ki, biz əgər doğru fitrətimizə qayıtsaq. Bəli. Hətta olmasaydı biz Allah şikayət eləməliydik ki, niyə vəliyullah yoxdur? Çünki o məşhur duada da deyirik ki, biz şikayət edirik ki, vəliyullah yanımızda deyil. Təşəkkür edirik sizə Seyid. Mən Bütün təşəkkür bu çıxışınızın məntiqi nəticəsi olaraq və ki, bizim dinimizin də çağırışı əslində qalsa, ilahi xəttin çağırışı budur. Bizim İmam Mehdi əleyhissalama olan inancımızı sağlam bünövrənin üzərində qurmaq üçün biz nə etməliyik? Bəli. İmam Sadiq əleyhissalamın Həzrəti Abbas əleyhissalam ziyarətnaməsi var. İmam Sadiq əleyhissalam bu ziyarətnaməsi. Biz Həzrəti Abbas əleyhissalamı Yabəlfəz deyə tanıyırıq da. Yəni, nə bilim, cidliyi, qəhrəmanlığı və s. salavatlılar. Amma İmam orada bir nə deyir? Deyir ki, Həzrəti Abbas iti bəsirətə malik idi. Bu çox əhəmiyyətli məsələdir. İdrak məsələsi. İnsan ovçu olmalıdır idrakın dərinliyindəki şeyləri idrak etməyə, dərk etməyə. Bu olmayınca biz dərinliyə, dəryanın üzündən xırda balıqlar tuturlar. Biraz dərinlikdən iri balıqlar tuturlar. Qəvvaslar isə gedib dərinliyindən mirvari çıxardırlar. Bəli. Biz mirvari ovçusu olmalıyıq. Balıq ovçusu yox. İllah da xırda balıq. Xırda balıq ki, tutursan ki, məsələn, bitər eləyəsən də, hə. Bəzilərdə itibarlı tutumu gedib çimir, məsələn, orada. Yəni, azaqanı olmaq pis şeydir. Bəli. Baxın, bizim dinə baxışımızda problem var. Mən onu demək istəyirəm. Qurana, hədisə baxışımızda problem var. Və bu problem kütləvidir. Ha, bunu siz bilin, bizim bugün yaranmış bir çox qeyri-ənənəvi məzhəblərində səbəb budur. Heç vaxt, məsələn, mən sizə bir neçə ipucu verim. Mövzuya aid deyil, amma bəsirət barəsində. Quran-ı Kərimdə çox əhvalatlar nəql olunub. Bəli. Həzrət Yusuf əleyhissalamın əhvalatı nəql olunub ki, insan şəhvətdən belə qaçmalıdır. Yəni, paxıllıq eləyən axırı belə olur, filan olur. Ya məsələn, Musa əleyhissalam Fironu zalimi belə yıxdı, insan da zalimdən qorxmamalıdır, belə yıxmalıdır və s. və ilə. Belə əhvalatlar var.
Həzrət Musa ilə Həzrət Xızırın əhvalatı nəyə lazımdır? Bizə nə? Musa Peyğəmbər gedib Xızır Peyğəmbərdən elm öyrənib. O da gedib bir qayığı deşib. Musa deyib, niyə deşdin? Deyib ki, bilmədiyi soruşma. Sonra gediblər bir uşağı öldürüb, deyib, niyə öldürdün? Bir divarı... Bunların ümmətə nə dəxli var? Və bizim fakt, real həyatımıza nə dəxli var? Bəli. Bunu sual verən yoxdur. Allah Teala hikmət vəl Qur'anil həkim hikmətdir. Hikmət bilirsiniz nə deməkdir? Hikmət möhkəm söz deməkdir. Möhkəm söz o sözdür ki, ona sən irad bildirə bilmirsən. Hikmət o sözdəndir. Bəli. Yəni elə möhkəm sözdür ki, boşluğu yoxdur, qüsuru yoxdur. Ay Allah, dedin zalıma qarşı mübarizədə Musanı göstərirəm sənə. Dedin var dövlətin puçluğunda Qarunu göstərirəm sənə. Buyurdun ki, təmizlikdə, iffətdə Yusifi göstərirəm sənə. Əleyhimussalam. Başa düşdü. İlahi, burada nəyə göstərirsən mənə? Ulul əzm Peyğəmbəri göndərmirsən, 5 böyük Peyğəmbərdən birini göndərmirsən, sıravi bir Peyğəmbərdən təkvin elmi almağa. Bu mənə harada lazım olacaq? Sual vermirik. Ya məsələn, Quran-ı Kərimdə bir söz var, bir nəfər Qurana bələd olan, Qurandan az çox agahlığı, savadı, Quranla məşğul olmuş bir nəfər bunu mənə izah eləsin. Ya ləytəni ləm əttəxiz fulanən xəlila. Qiyamət günü insan deyəcək ki, kaş filan kəslə dost olmaydım. Filan kəs sözü gəlib. Filan kəs yəni nə, ay Allah deyə bilərdim, pis adamla dost olmayaydım. Bəli. Deyəydim pis və fulanən. Nə demək istəyir Allah burada? Və yaxud bəzi ayələr var Quran-ı Kərimdə qəribədir. Məsələn, Fəth surəsinin sonuncu ayəsi deyir ki, Muhammedun Resulullah sallallahu aleyhi ve sellem. Muhammed Allahın Rəsuludur. Bəli. Sallallahu aleyhi. Vəllezine ma'ahu. Onunla birgə olanlar. Bu birgə ifadəsi ki, arada qalıb, buna fikir verən yoxdur. Niyə hər yerdə deyir ki, Peyğəmbərə iman gətirənlər, bəzi yerlərdə deyir, Peyğəmbərlə birgə iman gətirənlər. Niyə? Maraqlı. Ya Quran-ı Kərim deyir ki, siz əziyyət çəkəndə Peyğəmbər narahat olur. Necə narahat olur? Niyə mən əzab çəkəndə Peyğəmbər narahat olmalıdır? Telepatik əlaqə mi var? Nə məsələdir bu? Belə ayələri biz sıradan ayələr kimi üzərindən keçdikcə Quranın bizə nə demək istədiyi çatmır bizə. Bəli. Bu mesajları almırıq. Bu problemdir. Ona görə bir nəfər durub Quranın dərin bir mövzusunu araşdırıb üzə çıxaranda deyirik ki, əşya özündən deyir. Belə şey yoxdur. Təfsirçilər deməyiblər. Bir bu problem var. Bir bu problem var, dərinliyə getməmək problemi. İkinci məsələ, reklam olunmamış mövzuları zəif hesab etmək. Hansı mövzu çox reklam olunubsa, onu biz təvatür kimi qəbul edirik. Bəli. Ki, bu çox böyük, dərin mövzudur. Məsələn, biz qəbul edirik ki, məsələn, Peyğəmbərin ətrafındakiler canların qurban verirdilər. Biz müharibədən qaçanlara nə deyirsiniz? O ayələr çox izah olunmayıb. Kesin üstündən. Çox reklam eləməyin. Mövzudan yayının. Bu din olmadı. Quranın hər bir ayəsi ən mütəvatir hədisdən də çox əhəmiyyətlidir. Xeyirlə sən bu ayəni bayağı saxlayırsan bir kənarda. Məsələn, Quran deyir ki, Bəqiyyətullah xeyrullakum in kuntum mu'minin. Əgər imanınız varsa, şərtə baxın. İnancınız möhkəmdirsə, imanınız varsa, Allahın sizin üçün saxladığı ehtiyat daha xeyirlidir. Dərhal peçatmış kimi deyirik ki, ehtiyat cənnəti deyirdi. Ay başa dönüm, niyə? Bəlkə İmam Mehdini deyir. Niyə biz psixoloji olaraq təkidlə, inatkarcasına, israrla dirəşməliyik ki, yox, burada sadəcə bunu deyir. Niyə? Bu niyələr məzlum qaldıqca biz əsl mövzunu anlamayacaq. Həqiqətən. Sanki həqiqəti özümüzdən uzaqlaşdırmağa bir israr var. Bəli, bəli, ciddi cəhlə, kütləvi şəkildə, axar şəklində.
İnşallah inanırıq ki, bütün bu necə deyirlər, negativ hallar bir gün nəhayət İnşallah. necə deyirlər, həllini tapacaq. Təşəkkür edirik sizə bütün bu təfərrüatlı cavablamalara görə. Çox mühüm, dərin və incə nöqtələrə toxundunuz. İnanırıq ki, tamaşaçılarımızın da təfəkküründə, düşüncəsində bir faydası olacaq və bir nöqtə yaradacaq. Dəvətimizi qəbul edib gəldiyinizə görə Çox sağ olun, mən təşəkkür edirəm. Minnətdarıq sizə. Dəyərli izləyicilərimiz, siz Haqqın Sədası proqramını izləyirdiniz. Mütəal Allah hər birimizə ən mühüm mövzularda və həyat yüklü, tali yüklü nöqtələrdə düşünməyi, təfəkkür etməyi, agahlıq əldə etməyi nəsib etsin hər birimizə. Növbəti buraxılışlara dək Allah amanında.